Amerikada işi gücü təzə quran cavanlar gedib bundan alırlar. Belə Azərbaycanda da cibində 18-20 min olan bir cavan qaqaş üçün çox yaraşar. Elantra Sport ya da Kareka olsun deyənlər üçün Avante Sport. Bu maşınlar elə maşındır ki, rentakarlar al getsin, daş döyəndir deyirlər. Hətta zapsası da cibə uyğundur deyirlər. Cibə uyğun demişkən, Garaj 44 bu maşınları Amerikadan 18-20 min manata, Koreyadan isə 22-23 min manata gətirir. Özdə ilinin 2017-18 olduğuna baxmayın. Garaj 44 deyir ki, Koreyalılar özümüzünkilərdir. Ona görə Karekaya motor və korobkasına zəmanət verirlər. Sport sözünü boşuna qoymayıblar. Adi Elantradan babat fərqlənir. 1.6 turbo motora görə demirəm ha. Stili tamam başqa stildir. Hyundai bunlara elə zavoddan babat xərc qoyub. Arxaya multilink askı, qabağa isə 12 düym tormozlar. Yolu da babat tutsun deyə amortizatorlara 30% sərtlik veriblər. Yola yaxşı yatsın deyə krenləri düz 24 mm azaldıblar. Sürüş hissi də tam sport olsun deyə bu sükanı götürüb tənzimləyiblər. İçərisi isə Hyundai'dan gözləyəcəyin keyfiyyətdədir. Özü də sportdur deyə oturacaqlar da sportdur, yanlarında dəstəklər də var. İçi babatdır, amma sportdur deyə 18'lik diski və enli difuzorda unutmayıblar. Bu Elantralar o vaxtı Hyundai'nin kefi kök vaxtına düşüb. Bir sözlə sürüşü kip olsun, sürdüyün maşın olsun deyirsənsə, Amerika və Koreyadan Garaj 44'ün köməkliyindən bu maşını gətirə bilərsən. Zövqünüzə uyğun sərfəli maşın seçib gətirirlər. Hələ üstəlik də zəmanət də verirlər. Day nə olsun? Sağ olun.